Moskvada yaşayan əziz həmvətənlərim, 4 gün sonra sizinlə möhtəşəm bir görüşümüz olacaq. Əyləncə dolu bir gecə yaşayacağıq. Bol-bol sürprizlərlə, maraqlı söhbətlərlə, yeni mahnılarla görüşünüzə gəlirik. İnşallah 28 may Bakinski Bulvarda, Moskvada Nurlana xanımın təqdimatında təşkilatçılığı ilə, daha doğrusu sizinlə görüşürük. Bu arada orada bir klip de çekeceğiz. Haberiniz de olsun. O mahnımız heç arada yoxdur. İstəyirəm ki, onu konsertdə sizinlə bir xatirə olaraq klip çəkək, saxlayaq. Onu paylaşaq. Daha sonra 25'i, yəni sabah Qaraxanla olan Mənim Balam mahnımız adlanır. Ay, inanıram ki, klipi çox sevəcəksiniz. Çünki cicili-bicili bir şey çəkmişik, maraqlı bir şey çəkmişik. Gözləyin.